9-cu sinifin 17-ci mövzusunun izahına baxırıq. Elektron texnologiyaları paltaryuyan maşının idarə edilməsinin əsasıdır. Biz paltaryuyanı 8-ci sinifdə də keçmişdik. O haqda məlumat almışdıq. İlk paltaryuyan nə zaman yaranmışdı? İlk elektrik paltaryuyanı kim tərəfindən neçənci ildə kəşf olunmuşdu? Bunları hansı növləri var idi? Bu haqda məlumat almışıq. Buralar normal bildiyimiz, deməli, paltaryuyanın işləmə qaydası, nə üçün istifadə olunduğu haqqında məlumatdır. Deməli, biz keçmişdik ki, paltaryuyan maşının işini idarə etmə lövhəsi vasitəsilə tənzimləyirik. İşini idarə etməklə 8-də keçmişdik. Deməli, paltaryuyan maşın sahibinə lazım olan yuma proqramını vermək üçün idarə etmə lövhəsində tutacaq və düymələrdən ibarətdir. Deməli, idarə etmə lövhəsi bu hissədir. Baxın, bura. Burada nə var? Düymələr var və tutacaq var. Deməli, tutacaq və düymələri var. Və paltaryuyan maşında əmrlərlə idarə edilməsində sehirli çubuq rolunu onun taymeri oynayır. Nə oynayır? Sehirli çubuq rolunu taymeri oynayır. Taymer maşının verilmiş konkret proqramlarla müəyyənləşdirilmiş vaxt nəzərə alınmaqla avtomatik rejimdə fasiləsiz işləməsinə cavabdeh olan xüsusi elektron qurğudur. Taymer baxın budur. Nə üçün istifadə olunduğu verilmiş proqramları müəyyənləşdirmək üçün avtomatik rejimdə fasiləsiz işləməsinə cavabdeh olan qurğudur. Bu taymerin içi çox, deməli, funksiyaları çoxdur. Yəni, sadəcə biz kənardan onu tutacaq formasında görürük. Deməli, taymer maşının ayrılmaz elementidir. Onsuz avtomatik yuma prosesi qeyri-mümkündür. Müasir avtomatik paltaryuyan maşınlarda idarə etmə işini elektron modullar öz üzərinə götürür. Deməli, bu idarə etmə işini modullar həyata keçirir. İndi baxaq görək elektron modullar nə iş görür? Onlar, deməli, maşının müstəqil olaraq paltarların çəkisini müəyyənləşdirir. Maşına atdığımız paltarın çəkisini müəyyənləşdirir. Yumaq üçün tələb olunan miqdarda su tökür və vaxtı tənzimləyir, yüyücü tozu çəkir, parçanın tipindən, çirklənmə dərəcəsindən asılı olaraq paltaryuyan maşın lazım olan suyun miqdarını, qızdırılma temperaturunu, yuma müddətini, yaxalama sayını müəyyənləşdirir. Bunu nə etdi? Elektron modullar. Deməli, burada indi rəqəmli displeyə baxırıq. Rəqəmli displey yuma temperaturunu, sıxma zamanı barabanın dövrlər sayını, yumağa başlayanda gecikmə müddətini və yumanın sonuna qalan vaxtı rəngli təsvirdə göstərir. Rəqəmli displey nə edir? Rəngli təsvirdə göstərir. Bütün bu saydıqlarımızı temperaturu göstərir, müddəti göstərir. Yəni, nə qədər vaxtda bitiriləcək? Bu, deməli, rəqəmli displey isə bu hissəsidir. Baxın, neçə dərəcə temperaturda yuyuruq, nə qədər vaxtın bitməsinə nə qədər varsa, rəngli təsvir nədir? Rəngli təsvir rəqəmli displeydir. Burada bunu yadda saxlayırıq. Elektron idarə etməyə malik paltaryuyan maşınlar barabanın yükləmə ölçüsünü müəyyənləşdirir. Elektronlarda, baxın, elektronlar nə olur? Deməli, müəyyənləşdirir, nə qədər içinə paltar yığa bilərik. Və əgər paltar barabanda qeyri-bərabər paylanırsa, bu zaman onun daha sürətlə qovulmasına imkan vermir. Yəni, nə edir? Bu zaman deyir ki, sensorlardan gələn siqnallar təhlil edilir, bakda olan suyun temperaturunu və sərtliyini, yuyucu vəsitələrin şəffaflığını və paltarın yaxşı yaxalanmasını müəyyənləşdirir. Bunu elektron idarə etməyə malik paltaryuyan maşınların, deməli, tərkibində olan rejimdir. Yəni, burada paltar qeyri-bərabər paylanıbsa və maşın çox sürətlə hərəkət edirsə, bu zaman maşının hərəkəti dayanır, sabitləşir və paltarlar bərabər olaraq barabanın içində dağılır və bundan sonra yenidən yuma prosesi davam edir. Baraban nə idi? Biz 8-ci sinifdə keçmişdik. Baraban müxtəlif maşın və mexanizmlərin silindir şəkilli hissəsi idi. O nədən hazırlanırdı? Deməli, baraban paslanmayan metaldan hazırlanırdı. Deməli, əgər suyun verilməsi kəsilərsə, onun axması baş verərsə və ya həddən artıq köpük yaranarsa, sensorlar müstəqil olaraq maşının işləməsini dayandırır. Sensorlar nədir? Sensor həssaslığa və həddən artıq həssaslığa əsaslanan nəzarət edilən, deməli, nəzarəti qavrayan elementdir.
Sensor həssaslıq sözünü yadda saxlayırıq. Sensor həssasdır. Deməli, hər hansı bir problem olduqca xəbəri çatdırır və yuma proqramlarının seçimini rahat döndərilə bilən taymerlə həyata keçiririk. Taymeri bayaqlarım gördük. Nə idi? O yumru hissəsi idi. İstifadəsinin göstərişi ilə əlavə funksiyanın aktivləşdirilməsi idarəetmə lövhəsində yerləşən uyğun düymələrin sıxılması ilə yerinə yetirilir. Deməli, biz işimizi idarəetmə lövhəsi ilə yerinə yetirdik. İdarəetmə lövhəsinin də tutacaq və düymələri var. O tutacağımız da taymer adlanır. Taymerlərin iki növü var. Birləşmiş hibrid və elektromexaniki hibrid. Hansı oldu? Birləşmiş və elektromexaniki. Müasir paltaryuyan maşınlarda birləşmiş hibrid taymerlərindən istifadə olunur. Deməli, müasirdə daha çox istifadə olunan birləşmiş hibriddir. Birləşmiş hibriddə öz növbəsində iki komponentdən ibarətdir. Elektromexaniki taymer və idarə etmə bloku. Baxın, burada taymerin quruluşu göstərilib. Bu elektromexaniki taymerdir, bu idarə etmə blokudur. İki hissədən ibarətdir. Bu hansı oldu? Birləşmiş hibrid. Müasir paltaryuyan maşınlarda istifadə olunan, deməli, hibrid deməli nəzərdə tutulur. İdarəetmə bloku biləvasitə taymerdəki çıxışlara lehimlənmişdir və aşağıdakı əməliyyatları yerinə yetirir. İdarəetmə blokumuz hansı oldu? Bura indi bizə hansı əməliyyatları yerinə yetirilir ona baxırıq. Deməli, birinci, yuma proqramlarını və əlavə funksiyaları nəzarətdə saxlayır. Sonra taymerin mühərrikini idarə eləyir və barabanın mühərrikini idarə edir və nəzarətdə saxlayır. Deməli, nə etdi? Yuma proqramlarını nəzarətdə saxladı, taymeri idarə elədi, yəni buranı idarə eləyir və mühərriki idarə eləyib nəzarətdə saxlayır. Bunu qısaca necə yadda saxlayırıq? Nəzarətdə saxlayır, 1, idarə eləyir, 2, həm idarə eləyib, həm nəzarətdə saxlayır da, bu da üçüncü ardıcıllığımızdır. Birinci nəzarət eləyir, idarə eləyir, həm idarə eləyir, həm nəzarətdə saxlayır. Bu nəyin işidir? Deməli, birləşmiş hibrid taymerin növüydü, düzdürmü? O taymerində iki yerə bölünürdü. Elektromexaniki taymer və idarə etmə bloku. İndi idarə etmə bloku, bax, bu funksiyaları yerinə yetirmiş olur. İndi baxırıq nəyə? Elektromexaniki taymerin quruluşuna. İdarəetmə blokuna baxdıq. İndi elektromexaniki taymerə baxırıq. Elektromexaniki taymer deməli hansı hissələrdən ibarətdir? Addımlı elektrik mühərriki, birinci hissə. Ötürücü dişli çarxlar, baxın 2-də göstərilən 3 və 4 yumrucuqlardır. Həm bura, həm də baxın bu yumrucuqlar. 5-ci isə sürüşən kontaktlardır. Bax, bunlar da sürüşən kontaktlar nəzərdə tutulur. Yəni, kontakt qapanır, açılır, enerji keçir oradan. Elektromexaniki taymerin quruluşu, deməli, şəkil 3-də indi ona baxdıq. Burada qısaca necə yadda saxlayırıq? Addımlayır, ötürür, yumrulanır, sürüşür. Addımlayır, ötürür, yumrulanır, sürüşür. Deməli, bu 4 dənə hissədən ibarətdir. Nə? Elektromexaniki taymer. Elektromexaniki taymerin quruluşunda deyir ki, o çıxıntıları və çökəklikləri olan proqram diskləri dəstindən ibarətdir. Çıxıntıları və çökəklikləri olan. Baxın, burada proqram diskləri buydu, düzdürmü? Həm çıxıntısı var, həm dərinliyi var. Dərinlikdə çökəkliyi adlanır. Çıxıntılar və dərinliklər yumrucuqlar adlanır. Bu şəkildə göstərilənlər nə idi? Baxın, bu 3-lə 4 yumrucuqdur, düzdürmü? Yumrucuqlar paketi idi. Bunların çıxıntıları və dərinlikləri var. Bunlar nədir? Yumrucuqlar paketidir. Deyir ki, reduktorlu sinxron mühərriki yumrucuqlu disk dəsti fırladır. Deməli, bu sinxron mühərriklə işə düşür. Deməli, paltaryuyan maşını. Və sinxron mühərrikdə fırladan nə oldu? Deməli, yumrucuqlu disklər dəsti oldu. İdarəetmə orqanları bir sıra yumrucuqların köməyi ilə hərəkətə gətirilir. Onlar kontaktlar kommutatoru idarə olunur. Kommutatorda elektrik dövrəsini bağlamaq və açmaq üçün deməli qurğudur. Baxın, bu kontaktlar. Nədir bunlar? Deməli, həm bağlayırlar, həm açırlar. Biz demişdik ki, nə idi? O dövrələr, kontaktlar qapananda elektrik keçir. Kontakt geri açılanda nə olur? Deməli, elektrikin verilməsi dayanmış olur. Həmin o deyir ki, burada da idarəetmə orqanları bir sıra yumrucuqların köməyi ilə hərəkətə gətirilən kontaktlar kommutatoru ilə idarə olunur. Deməli, yumrucuqların hərəkəti bir sıra dişli çarxların və linklərin köməyi ilə sinxron mühərriklərdən ötürülür.
Şəkillərə də nəzər salaraq baxsaq ki, burada reduktorun, deməli, paltaryuyanın müxtəlif komponentləri ilə əlaqə sxemi var. Burada deməli, əksinə olaraq tərs tərəfdən verilib. İdarəetmə dəstəyi var burada. Burada diskdir. Bu disklər nə idi? Yumrucuqlar paketi idi. Addımlı elektrik mühərriki burada qarşıdandır. Burada arxadan görünüb. Baxın, 220 volt olaraq göstərilibdir. Deməli, ev dövrəsinə daxil olan elektrik enerjisi də 220 volt təşkil edirdi də, düzdürmü? Deməli, nə idi? Sabit idimi? Dəyişən idimi? Bəli, dəyişən idi. Bu kontaktlar bloku da, baxın, burada sürüşən kontaktları göstərdiydi, mavi hissələrdir. Onlar nə edirlər? İstiliyin istiqamətini dəyişmək üçün istifadə olunurlar. Və istilik elektrik qızdırıcılı, deməli, cihazlardan istifadə olunur paltaryuyan maşınlarda. Elektromexaniki taymerlər istifadədə, deməli, etibarlıdır. Onlar 10 ildən artıq işlədikdə sıradan çıxırlar. Qüsurları sayılır ki, 10 ildən çox işlədikdə, deməli, artıq istifadə müddətini başa vurmuş olurlar. Elektron sistemlərdə paltaryuyan maşının bütün iş rejimləri və funksiyaları elektron idarəetmə bloku tərəfindən işə salınır. Elektron idarəetmə bloku. Bütün iş rejimimizi idarəetmə bloku tənzimləyir. Bunu bilirik, aşağı siniflərdə məlumatımız var. Onlarda idarəetmə çox zaman daha dəqiq və effektli olur. Bundan başqa, elektronika, yuma prosesi nəticəsinin yaxşılaşdırılmasını təmin edən bütöv intellektual funksiya komponentlərindən istifadə edilməsinə imkan verir. Yəni, elektromexaniki taymerlərdə yuma prosesini yaxşılaşdırmaq üçün bir neçə proseslər yerinə yetirilir. Elektronika mümkün vəziyyətləri, hətta işdə olan nasazlıqları tam olaraq təhlil edir. Nəyidir? Nasazlığı təhlil edir. Və bu nöqsanları F01 və F15 simvolları ilə əks etdirir. Bu da ustaya qüsurun hansı səbəbdən əmələ gəldiyini tez bir zamanda tapması üçün kömək edir. Deyir ki, əyanilik baxımından da elektronikanın üstünlüyünü qeyd etmək lazımdır ki, yəni bu üstünlüyü var. Mənfi cəhətini dedik ki, 10 ildən artıq istifadə olunma, deməli, prosesi ola bilmir, istifadəsi olmur. Müsbət cəhəti də, deməli, nə edir? Qüsuru özü tapır və ekranda simvol olaraq göstərir. İstifadəçiyə maşının işi haqqında tam informasiya təqdim olunaraq bütün rejimlər xüsusi displeydə əks olunur. Ekranda, rəqəmli displeydə. Elektron idarə etmə sisteminin zəif cəhəti onun şəbəkələrdə hələ də rast gəlinən gərginlik fərqinə dayanıqsız olmasıdır. İndi bizdən soruşsa ki, elektromexaniki taymerin hansı mənfi cəhətləri var? Elektromexaniki taymerin. Deməli, hansı mənfi cəhətləri olduğu, onun 10 ildən artıq işləyə bilməməsi və şəbəkələrdə olan gərginlik, deməli, gərginliyə dayanıqsız olmasıdır. Bunun aradan qaldırmağın da yolu var ki, deyir ki, onları, deməli, nə edirlər? Dəyəri böyük olan idarə edici modulların dəyişdirilməsindən ibarətdir. Yəni, onları dəyişdirə bilərik. Amma başqa olaraq elektron idarə etməyə malik paltaryuyan maşınları xüsusi sabitləşdirici qurğu olmadan istifadə etmək məsləhət görülmür. Yəni, elektrik enerjisi 220 volt təşkil eləməlidir ki, bu modullar, deməli, sıradan çıxmasınlar. Baxmışdıq da bayaqlarım şəkildə elektromexaniki hissənin, deməli, şəklinə. Deməli, 220 volt idi. Yəni, sabitləşdirici qurğu ilə istifadə etdikdə bu zaman nə olur? Deməli, o gərginliyə dayanıqlı olmuş olur. Bir də ümumiləşdiririk, deməli, taymerimizin neçə növü var idi? Birincisi, taymer nə idi? Taymer, deməli, maşının hissiyatlı elementi idi. Deməli, nə hesab olunurdu? Sehirli çubuq hesab olunurdu. Taymerdə bütün yuma proqramlarına nəzarət olunurdu, onun işini tənzimləyirdi. Düzdürmü? Taymerimizin neçə növü var idi? 2 növü. 2 növü, düzdürmü? Birləşmiş hibrid, elektromexaniki hibrid. Bu elektromexaniki hibriddən danışmırıq. Birləşmiş hibrid müasir maşınlarda, paltaryuyanlarda istifadə olunduğuna görə ondan danışırıq. Deməli, birləşmiş hibridin də elektromexaniki taymer və idarə etmə bloku var idi. İdarə etmə blokuna baxdıq ki, hansı prosesləri yerinə yetirir və indi elektromexanikiyə baxdıq, hansı hissələrdən ibarətdir elektromexaniki taymer. Daha sonra burada isə elektromexaniki taymerin müsbət və mənfi xüsusiyyətləri haqqında danışmış olduq. Bu mövzumuz bu qədər.